Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gələn il Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq. Xəbər verilir ki, bu barədə Nazirlər Kabinetinin qərarında məlumat yer alıb. 2026-cı il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən 25 və 26 mart qeyri-iş günləri olacaq. Gələn il martın 20-si 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixlərdə qeyri-iş günü olacaq.